Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz dostlar, bugün çok özel bir gündü. Ramazanın ten ortasındayıq, 15. gün. Zaman ne kadar süratle geçir, elə değil mi? Sanki dünən başlamışdıq, indi isə yolun yarısındayıq. Bu nöqtə çox vaxt yorğunluq nöqtəsi olur. Amma biz bugün ruhumuzu yenidən avlandıracağıq. Bugün mövzumuz istiqamət. Yəni, başladığımız bu gözəl yolu sona qədər eyni səmimiyyətlə davam etdirməkdir. Günün ayəsi. Əmr edildiyi kimi düz ol. Ayə. Sənə əmr olunduğu kimi düz ol. İstiqamətini qoru. Hud surəsi 112. Açıqlama. Bu qısa ayə əslində bütün həyatın və Ramazanın xülasəsidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, məni Hud surəsi qocaltdı. Niyə? Çünki istiqaməti qorumaq, yəni hər zaman doğru yolda, eyni düzgünlüklə qalmaq ən böyük qəhrəmanlıqdır. Ramazanın ilk günlərindəki həvəsimiz 15-ci gündə də davam edirsə, deməli biz bu dərsi öyrənirik. Müvəffəqiyyət bir dəfə böyük iş görmək deyil, hər gün kiçik də olsa düzgün işi davam etdirməkdir. Günün hədisi. Az olsun, amma daimi olsun. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Allah qatında əməllərin ən sevimlisi az olsa belə davamlı olanıdır. Buxari və Müslim. Açıqlama. Bu hədis bizim üçün böyük bir təsəllidir. Bəlkə hər gün yüzlərlə səhifə Quran oxuya bilmirsiniz. Bəlkə hər gecə səhərə qədər ibadət edə bilmirsiniz. Eybi yoxdur. Amma hər gün o bir səhifəni oxuyun. O 2 rükat namazı qılın. O bir sədəqəni verin. Allah kəmiyyətə deyil, keyfiyyətə və sənin o işdəki inadına, sadiqliyinə baxır. Yolun yarısında qalanlardan deyil, addım-addım sona çatanlardan olaq. Günün duası, qəlblərin sabitliyi. Gəlin 15-ci günün şərəfinə bu gözəl dua ilə Rəbbimizə sığınaq. Allahım, ey qəlbləri bir haldan başqa hala çevirən Rəbbimiz, bizim qəlbimizi sənin dinin və itaətin üzərində sabit eylə. Bizi Ramazanın əvvəlində olduğu kimi sonunda da eyni eşqlə, eyni səmimiyyətlə ibadət edənlərdən eylə. Səndən istiqamət və sabat istəyirik. Bizi yolun yarısında yorulanlardan deyil, mənzilə çatanlardan eylə. Amin. Əziz izləyicilər, 15 gün geridə qaldı. Bu 15 gündə özünüzdə gördüyünüz ən böyük dəyişiklik nədir? Hansı vərdişi artıq həyatınıza qatmısınız? Şərhlərdə paylaşın, bir-birimizə dəstək olaq. Unutmayın, Ramazan hələ bitməyib. Əsl bərəkətli günlər, məğfirət günləri davam edir və qarşıda hələ cəhənnəmdən qurtuluş 10 günlüyü var. Videonu bəyənməyi unutmayın. Sabah 16-cı gündə görüşənədək Allaha əmanət olun.